Biz hamımız insanıq və bizim hamımızın qüsurumuz var. Qüsursuz insan yoxdur. Sadəcə bəzilərinin ki, insanın çölünə vurur, bəzilərinin ki, içinə vurur. Hər şey gözdə, əldə, ayaqda deyil. Hər şey beyində başlayır, beyində bitir. İlk dəfə konsertdə səhnənin 80%-dən çoxusu dolmuşdu. Hər kəs ayaq üstə alqışlayırdı. Konsertdən bir həftə keçəndən sonra müəllimə zəng eləyiblər ki, bu oğlan bir də konsert verməlidir, çünki çox tələb var. Və bu səfər konsert zalının 100%-i dolmuşdu. Ey vətən, ey vətən. 23 yaşım var. 2009-2021-ci illərdə orta təhsilimi sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylıq xüsusi Respublika İnternet məktəbində almışam. Uşaqlıqdan həvəsim var idi aktyor olmağa. Atam televizorda məsələn dünya şöhrətli vokalistlər verirlər. Onlara qulaq asırdı. Məsələn Bülbül, Rəşid Behbudov, xaricilərdən verirlər Pavarotti tenorlardan. Məsələn bizim dahi Müslüm Ağamayev və sair və ilaxır. Mən də məsələn tutaq ki, deyirəm indi Bülbül Sevgili Canan oxuyur. Mən də onu təkrarlayırdım. Onlar oxuyanda sırf akademik vokal mənim daxilimdə elə bir cərəyan olurdu ki, yəni bu nə gözəl bir şeydir. Yəni təsir edirdi də mənə. Opera ilə də tanış olduqdan sonra mən qərar verdim ki, mən opera ifaçısı olmalıyam. Amma bunu necə eləyəcəm? Bunun üçün gərək mən çoxlu araşdırım, gecəni gündüzmə qatım. Baxmayaraq ki, az da olsa görmə məhdudiyyətim var. Mən gərək heç olmaya özümü idarə edə biləcək qədər solfejo musiqi nəzəriyyəsi öyrənim, not oxumağı özündən tədricən öyrənməli idim. Bizim də internet məktəbi idi. Ümumiyyətlə sağlamlıq imkanları məhdud insanlar üçün idi. Və orada məsəl üçün layihələr olurdu. Mənə dedilər ki, gedirsən T-Superə. Mən də bəs fikirləşdim ki, mən nə edəcəm ki, burada mən heç nə bilmirəm. Prosta elə özüm üçün oxuyuram. Yəni bu opera ifa eləmək deyil hələ. 14-15 yaşım var idi ki, mən Moskvada T-Super layihəsində iştirak eləmişdim. Vokal bilgim az olduğu üçün təbii ki, orada yer tutmağı da gözləmirdim. Elə də oldu. Başa düşdüm ki, bu iş belə getmir. Məşğul olmalıyam. Hazırlaşdım Bakı Musiqi Akademiyasına. Operanı araşdırdıqca gördüm ki, həm aktyorluğu, həm musiqini bir səhnədə eləyə bilərəm. Yəni iki sevdiyim işdən də eyni vaxtda həzz ala bilərəm. Xurama xanım Qasımova məni sağ olsun sinifinə seçdi. Mənim xəyalım idi. O məni yetişdirib vokalist kimi 2021-2025-ci illərdə. Akademiyanı bitirməmişdən də əvvəl Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən əməkdaşlıq təklifi aldım. Professional səviyyədə bu işlə məşğul olmağa başlayandan sonra bir çox Respublika və beynəlxalq müsabiqələrinə qatılmışam. Məsələn, Heydər Əliyev adına vokalistlərin Respublika 4-cü müsabiqəsi var idi. Onun laureatı olmuşdum. Axtarıb tapdım səni, sən də mi sevdin yar məni? Gör nə haldır görmür göz, şadlığından dünyanı. Gör nə haldır görmür göz, şadlığından dünyanı. COP29 tədbiri oldu, beynəlxalq tədbiri. Biz orada ifa elədik və çox hörmətli xanım Leyla Əliyeva məni orada gördü və dedi ki, təhsilini xaricdə davam elətdirsən, məncə sənin üçün çox böyük bir inkişaf olar. Mən də təbii ki, bu xəbərə çox sevindim. Mənə bu şəraiti yaratdığına görə əziz Leyla xanım Əliyevaya təşəkkürümü bildirirəm. Daha sonra İtaliyanın Florensiya şəhərinə getdim. Orada Florensiya Avropa Akademiyası var idi. Suzanna xanım Rigassi var idi. Çox dünya şöhrətli bir soprana. Onun sinifində də dərs aldım. Orada 2 dəfə mənə solo konsert vermək şansı oldu. Opera repertuarı müəllimim var idi. Biz ondan, yəni bildiyiniz çox yaxın bir dost kimi idik. Dedi ki, bəs mən həmişə məsəl üçün vokalistlərlə konsert verirəm də, amma mən heç vaxt tələbələrlə konsert verməmişəm, amma istəyirəm səndən konsert verirəm. Müəllim məni göstərib orada həmən o konserti təşkil edən yerə. Onlar məni bəyəniblər və daha sonra biz konsert verdik. Mən hətta özüm də şoka düşmüşdüm ki, İtaliya tələbələri qala-qala və yaxud başqa tələbələr xaricdən gələnlər qala-qala mənlə
konsert eləmək istəməyə. Bu məndə bir stimul yaratdı ki, demək ki, məndə həqiqətən nəsə bir şey var ki, bu adam yəni durduq yerdə o boyda uşağı qoyub məni seçəsi deyil. Mən müəllimimin təkidi ilə, xahişi ilə 2 dəfə İtaliyada solo konsert verməyə nail oldum. Mən çox həyəcanlıydım. Deyirdim ki, indi tanınmayan bir insanım da orada. Səhnənin heç olmasa yarısı da olsa mənim üçün bəsdir. İlk dəfə konsertdə səhnənin 80%-dən çoxusu dolmuşdu. Mən özüm də şokdaydım, yəni əsirdim həyəcandan. Çünki ilk dəfə o qədər böyük kütlənin qabağında çıxış eləyirdim. Yəni bunu İtaliyada eləmək, operanın vətənində eləmək çox məsuliyyətlidir. Hər kəs ayaq üstə alqışlayırdı. Bu mənim üçün böyük bir uğur idi. Konsertdən bir həftə keçəndən sonra müəllimə zəng eləyiblər ki, bəs həmən oğlanın adını istəyirlər. Bu oğlan bir də konsert verməlidir, çünki çox tələb var. Mən də müəllim gəlib deyəndə belə kövrəldim ki, bəs nətər olacaq bu müəllim, gözləmirəm axı mən bunu. Və bu səfər konsert zalının 100% dolmuşdu. Hətta ayaqüstə izləyən insanlar var idi konserti. Yenə ayaqüstə alqışlandım, anşlaq oldum. Bu mənim müəllimim Gianni Chinya. Mənə dedi ki, əslində mən çox istəyirəm ki, sən bizdə işləyəsən. Sadəcə çətin prosesdir bu. Həm də İtaliya teatrları elədir ki, insanı çox yükləyirlər də. Yəni sənin indi yaşın azdır, 23 yaşın var. Sən gərək biraz da səsin puxtələşsin, anatomiya baxımından, yəni daha da böyüsün. 28-27 yaşda əgər yolum bu tərəflərə düşsə, onsuz da nömrəm səndə var, mənə əlaqəm var. Mənə zəng elə, mən sənə kömək eləyəcəm İtaliyada ürəyin istədiyin teatra solist kimi işləməyə. Hətta o müəllim mənə məktub yazmışdı. Axırıncı dərsimizdə mənə dedi ki, bunu Bakıya qaydanda açarsan. Mən də Bakıya qaydanda o məktubu açdım, kövrəldim yazdıqlarına. Məktubda yazılmışdı ki, biz hamımız insanıq və bizim hamımızın qüsurumuz var. Qüsursuz insan yoxdur. Sadəcə bəzilərinin ki, insanın çölünə vurur, bəzilərinin ki, içinə vurur. Sən öz qüsur kimi baxılan predmetini heç vaxt sən özünə mənfi sayma. Bunu sən özünə müsbət say. Bəlkə də sən belə bir qüsurun olmasaydı, yaxşı adam olmayacaqdın. Yəni, bunu heç vaxt yadından çıxartma ki, bu qüsuruvu heç vaxt özünə alçaqlıq kimi bilmə, bunu yüksəklik bil. Mənim hazırki mərkəzdə işim təlimçi vəzifəsidir. Benefisiarlarımız var, onlara vokal sənətinin sirlərini öyrətməyə çalışırıq. Oturmuşdum mərkəzin kafeteriyasında. Birdən bizim mərkəzin media rəhbəri var, Elvin müəllim. Yaxınlaşdı, mənə dedi ki, bəs direktor səni otağına çağırır. Nəysə tutdum, qolundan apardı direktorun otağına. Direktor qaçdı, qabağımı məni qucaqladı ki, bəs səni təbrik eləyirəm. Mən də belə donub üzünə baxıram ki, görürsən məni niyə təbrik eləyir, bəs mənə bu töhmət yazmalıydı, axı nəsə eləmişəm. Birdən direktor sevinə-sevinə dedi ki, bəs prezident mükafatına layiq görülmüsən. Mən də təbii ki, kövrəldim və özümlə qürur duydum ki, nəhayət ki, bu neçə illərdir çəkdiyim zəhmətin bəhrəsi ilk bəhrələrindən biri gəldi. Bu mükafata layiq görüldüyümə görə cənab prezidentə təşəkkürümü bildirirəm. Sağ olsun, var olsun ki, biz gənclərə dəstəyini əsirgəmir, minnətdaram. Əgər hər kəs həddi buluğa çatandan sonra ağlı kəsirsə, hər kəs artıq öz yolunu özü tənzimləyir, özü nizamlayır. Xaricdə biz görürük, balet oynayırlar, əlil arabasında xanımlar, bəylər. Məsələn, fərqli paralimpiyada idman növlərində çıxış eləyirlər gənclər, opera ifa eləyirlər xaricdə, estrada ifa eləyirlər. Andrea Bocelli var, opera ifaçısıdır. Yəni, bu bir əlilin görünür, gözəl uğurudur. Hər şey gözdə, əldə, ayaqda deyil. Hər şey beyində başlayır, beyində bitir.
Çünki sən özün fikirləşməlisən ki, mən necə daha yaxşı uğur qazana bilərəm, inkişaf edə bilərəm. İstedad 1%-dir, özünə inam 49%-dir və qalan 50% də inkişaf eləmək üçün çalışmaqdır. Heç vaxt deməyin, düşünməyin ki, mənim heç nəyim yoxdur, qabiliyyətim yoxdur, biliyim yoxdur. Hər şey çalışmaqdan irəli gəlir. Əgər siz daim öz üzərinizdə çalışsanız, əminəm ki, nəsə bir uğur əldə edəcəksiniz. Heç nədən, xüsusən də qüsur dediyimiz şeylərdən qorxmayın. Onlar bizim qüsurumuz yox, üstünlüyümüzdür. Belə işlər.